İranın mühacirətdə olan Vəliəhd Şahzadəsi Rıza Pəhləvinin həyat yoldaşı ilə yayılmış görüntüləri sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub. Doğru Xəbər Azərbaycan bildirir ki, sosial mediada yayılan bəzi paylaşımlarda onun ölkədəki rolu ilə bağlı ironik ifadələr yer alıb. Arvadı ona telefonu vermir, bunlar isə ölkəni ona təhvil verəcəyimizi gözləyirlər deyə sosial şəbəkələrin İran segmentində yazılan şərhlərdə deyilir. Moldova prezidenti Maya Sandu Respublikanın suverenliyinin gələcəyi və Rumıniya ilə birləşmə ehtimalı barədə danışıb. Dövlət başçısı bu barədə The Racist Politics podkastına müsahibəsində bildirib. Maya Sandu qeyd edib ki, əgər müvafiq referendum keçirilərsə, o, Moldovanın Rumıniyaya birləşməsinin lehinə səs verəcək. Kiçik bir ölkəni idarə etmək çətindir. Rumıniya ilə birləşmə Moldovanın Rusiyadan gələn təzyiqlərə və hibrid təhdidlərə müqavimət göstərməsini daha da asanlaşdıracaq. Qeyd edək ki, rəsmi Kişinyev son illərdə Avropa inteqrasiya xəttini sürətləndirsə də, Rumıniya ilə birləşmə mövzusu hələ də ölkə cəmiyyətində fərqli rəylərlə qarşılanır.